everyone, hər kəsə salam, əziz beşincilər. Növbəti izah videomuzla qarşınızdayıq. Bugünkü izahımız What's he wearing? O nə geyinib? Başlıq altında olan bir qayda olacaq. Bu qaydamız present continuous, indiki davam edici zaman qaydasıdır. Deməli, bu zamanın yaranma forması, daha doğrusu bir quruluşu var. Necədir o? Məsələn, şəxs, subject, üstəgəl am, is, are, yəni bunların üçündən biri. Üstəgəl verb, yəni feil, ing. Feil ing-li. Bu bizim olacaq present continuous'umuzun quruluş qaydası. Yəni sxeması. Bu sxemadan istifadə edərək biz cümlələri quracağıq indiki davam edici zamanda. Məsələn, bir for example deyək. Deyək ki, mən indi çay içirəm. Ayda nə işlənir? To be forması am. Amdan sonra gəlməlidir feil. I am drink. ING-ni də sonuna artırırıq. I'm drinking tea now. Deməli, bu zaman forması hal-hazırda baş verən, yəni baş verməkdə olan, davam edən hərəkətləri bildirmək üçün istifadə olunur. For example, tutaq ki, biri ilə telefonda danışırsınız və yaxud da hər hansı bir söhbət əsnasında deyirsiniz ki, sual verirsiniz ki, sən nə edirsən? O da deyir ki, mən çay içirəm və yaxud kitab oxuyuram və yaxud dərsdəyəm, hər nəysə elədiyimiz iş nədirsə, hal-hazırda etdiyimiz işlərdə bu zaman forması istifadə olunur. Və bu zaman formasının deməli işlənmə yerinə görə zaman göstəriciləri də fərqlidir. Məsələn, burada birini yazmışam, now. Daha sonra at the moment hal-hazırda deməkdir. At present. Daha sonra still, today. Bunlar hər biri present continuous zaman göstəriciləridir. Yəni cümlədə bunlardan birini görürüksə, deməli həmin cümlə present continuous'dadır. Və ikinci bir nüans da, əgər testlərdə, tapşırıqlarda, tapşırıq işləyərkən siz cümlənin feillə başladığını görə bilərsiniz. Bu zaman formasında məsələn hər hansı bir at the moment, at present, still, today zaman formaları, zaman göstəriciləri işlənməz. Onun yerinə feil cümlə feillə başlayar. Məsələn, look. Bax deyər. Daha sonra be careful. Fərqi yoxdur. Hər şey ola bilər. Burada mən sadəcə bir neçəsini yazdım. Bax, ehtiyatlı ol. Məsələn, şşt, bəzən baxın, belə də başlaya bilir. Cümlə, məsələn, sakit ol. Uşaq hələ yatır, məsələn. Şşt, the baby is sleeping. Uşaq yatır, sakit ol mənasında, məsələn. Ümumiyyətlə cümlə feillə başlayırsa, bu zaman forması üçün deyirəm bunu. Həmin cümlə present continuous'da olmalıdır. Daha sonra ikinci bir göstəricisi dediyim kimi zaman formalarıdır. Bu zamanları gördüksə bir cümlədə deməli həmin cümlə present continuous'lu, yəni əmizar üstəgəl feili ing-li. Bir dənə də she is-lə yazaq. Məsələn, he is, she is. Bununla da yazaq. Deyək ki, she is wearing, o geyinir, red skirt. O qırmızı red skirt və yaxud da red dress. Dress də yaza bilərik. Qırmızı əlbisə geyinir. Dress. Bunun kimi cümlələri biz present continuous'da yaza bilərik. Present continuous'un sualı və inkarı çox asan düzəlir. Necə ki, əmizarı biz öyrənmişdik. Sualı inkarında nə olurdu? Sualda keçirdi əmizarlar əvvələ, inkarında isə əmizardan sonra not istifadə edirdik. Məsələn, sən indi çay içirsən, sualın vermək üçün are keçəcək əvvələ. Are you drinking tea? Sən çay içirsən. Burada nə da ola bilər? İnkarında deyirəm ki, xeyr, mən çay içmirəm. Hal-hazırda çay içmirəm. I am not drinking tea now.
Bu şəkildə inkarını da qura bilərik. Bütün şəxslərdə də eyni qayda ilə qurulur. Hamısını bir-bir yazmağa ehtiyac yoxdur. Əmizar qaydasından biz bu cümlə strukturlarına bələdik. Ona görə də davam eləyək. Deməli, present continuous affirmative-də dediyim kimi am, I də am olduğuna görə wearing a red t-shirt, you are wearing a dress, he is he is having dinner. She is going to bed. We're buying a jeans. İnkarında isə baxın, you are-dan sonra not, hamısından sonra yəni əmizardan sonra not, fail ing-də işlənib inkar cümləsini də yarada bilir. Yes, no question. Bu da sual cümləsidir. Cavab verəndə isə bəli, məsələn, mən hal-hazırda ev tapşırıqlarımı edirəm. Yes, I am. No, I am not şəklində cavab verə bilirik. Standart əmizarlı suallara cavab verdiyimiz kimi. Daha sonra WH question. What are you doing? Sən nə edirsən? I am having breakfast. Mən səhər yeməyi edirəm. Burada artıq məsələn doing-li verilibsə, answerdə də having-li verməliyik. Where is she having dinner? O şam yeməyini harda edir? She is having dinner at Sarah's house. O şam yeməyini Sarah'nın evində edir. Who is having a shower? Kim duş alır? Dad's having a shower. Ata duş alır formatında yaza bilərik. Gəldik, burada geyimlərlə bağlı bizim vocabulary'miz var. Gəlin onları yazaq. Boots olacaq çəkmə. Coat palto, dress elbisə, glasses gözlük, eynək, hat papaq, jacket jaket, jeans cins şalvar, trousers adi şalvar, shirt şortik, shoes ayaqqabı, short, aş bircə dəqiqə mən qarışdırdım. Shirt köynəklə shortu qarışdırdım. Shorts shortdur, shirt isə köynək deməkdir. Skirt yubka, trainers idman ayaqqabıları, socks corab, sweatshirt sweatshirt biz də məncə sweatshirt deyirik, yəni qalın köynək. Top daha qısa belə yay köynək, qısa köynək. T-shirt qısa qol köynək. Wear isə geyinmək deməkdir. Davam edirik. Shorts and t-shirt and trainers. Deməli, what's the merge image with the words? Aha, şəkildəkilər nələr geyinibsə, yəqin ki, onları deyirik. A jacket. Aha, burada verilib sözlər. Gəlin baxaq. A jacket and trousers. Jacket and trousers, skirt and boots. Bu ikinci şəkil olacaq. Bu Y-də. Skirt and boots. Skirt yubkadır, boots isə çəkmə. Baxın. A skirt and boots. Bunu belə yox, üstündən xət çəkək. A jacket and trousers. Jacket and trousers, glasses and hat. Glasses and hat bu olacaq. A coat, a hat bu şəkil olacaq. Üzərində deməli qalın kot paltosu və papağı. A hat. A jacket and trousers isə olacaq bu. And trousers. Aha, davam edirik. Complete the sentences, put the letters in brackets in order to help you. Deməli, burada bizə fərqli şəkildə, qarışıq şəkildə verilib sözlər. Biz onları düzgün şəkildə yazmalıyıq. Rustam wears trousers and shirts. Shirt. Aha, yazdıq. Köynək geyinib, məktəbə şalvar və köynək geyinib. My mom wears jeans, a sweatshirt.
Mhm. Daha sonra at school I wear shoes but at home I wear um, deməli mən məktəbdə ayaqqabı geyinirəm, amma evdə nə geyinirəm? Trainers. Daha sonra my sister wears skirt. Aha, yazdıq, davam edirik. Find six word for clothes and accessories in the word snake. Söz ilanında aksesuar və geyimə aid olan ə, sözləri tapmalıyıq. Coat. Daha sonra başka ne var? Skirt. 5 oldu. Biri hardadır? Hat. Burada. Aha. Socks. İkincisi olacak glasses. Üçüncüsü olacak dress. Dört. Coat. Beş. Hat. Altı skirt. Mhm. Aha, look at the image and complete the crossword. Şəklə baxıb crossword'u tamamlamalıyıq. 2 glasses across da yazıblar. Daha sonra 5. 5 olacaq hat. Daha sonra 6 coat. Down yəqin ki shoes. Aha, shoes. Daha sonra 3. Bu nə olacaq? Shirt. Shirt. 4 də olacaq. Bu nədir? Ayaqqabı. Ayaqqabı mı bağlayırıq? Biraz yaxşı görünmür şəkil. Aha, biz burada boots yazmalıydıq birinci şəkildə. Gəlin onu düzəldək. Səhv yazdıq. Çünki shoes burada olmalıydı. Shoes burada olmalıdır. Boots olmalıdır bir də. Aha, davam edirik. Grammar. Present continuous. Gəlin yazaq. Deydə is yox, are olur. I am watching. Present continuous'un qurulma qaydasına görə I am'li cümlədə watch feili ing almalıdır. She is having. We are having. Daha sonra cümlələri tamamlamalıyıq. Present continuous'da D'də hansı to be feili işlənir? Are. Playing də sonunda nə etməliyik? ing artırmalıyıq. They are playing. I-də hansı to be forması işlənir? Am. Weare'ın sonunda da nəyi artırmalıyıq? ing artırmalıyıq. Wearing. Daha sonra look at the verb complete present continuous sentence. Aha. Niyə inkarda yazıblar? Bizə axı inkarda yazmağı deməyiblər. İnkarda mı yazmalıyıq hamısını? Use the word complete present continuous. He is not. I am wearing. Bircə dəqiqə. Şəkillərə baxmalıyıq. Ona görə təyin etməliyik ki, wearing yoxsa we are not. Aha. I am. Baxın bu yaşıl t-shirt geyinib də kot geyinib. Ona görə də I am not wearing a coat olacaq. Daha sonra we have we are having breakfast. Bu doğrudur. Isabel ev tapşırıqlarını eləmir. Ona görə də isn't doing. TV izləyir yəqin ki. Homework. Daha sonra gəldik 3-ə. Use the sentences clues to make question and answers using the present continuous.
Deməli, birinci sual, daha sonra isə cavabını yazmalıyıq present continuous-da. İkinci suala baxırıq. What xüsusi sual cümləsi hər zaman əvvəldə gəlməlidir. What is, sonra nə gəlməlidir? Bizim baxın, burada baxıb da yaza bilərsiniz. Nə gəlməlidir? Bizim mübtədamız is, Sofia do-nu verəcək ing-də, çünki present continuous-da feilin sonuna ing istəyir. Daha sonra cavabında deyirik ki, she is, bir dəqiqə, she is watching films. O film izləyir. Üçə baxırıq, yenə where gəlir əvvəldə, xüsusi sual cümlələri, sözləri ən başda gələr. Roza təkdədir. Təkdədirsə mən nə istifadə etməliyəm? Is to be forması. Is Rosa playing soccer? Cavabda isə she is, belə yazmalıyıq. She is playing soccer in play soccer in the park. Aha. Dördə baxırıq. Yenə what əvvəldə. You'da nə işlənir? Are. We are you wearing. Present continuous'da feilin sonuna yenə ing artırmalıyıq. You are wearing red dress. Bu şəkildə. 5-də yenə what əvvəldə. Lara and Job 2 nəfər olduğuna görə cəm bildirir. Cəmdə to be forması are-dır. What are Lara and Jacob doing? Cavabda isə deyə bilərik ki, they are bir dəqiqə, doing yazacaqdım. They are listening to music. Bu şəkildə cümlələrimizi tamamladıq. Elədirsə, davam edirik. Complete the conversation. Conversationu tamamlamalıyıq. Are you having breakfast, Mehriban? No, I am not. Bir dəqiqə, biraz qısa yazaq ki, o cümləni də digər hissəsində yaza bilək. No, I am not. I am hanging out with Jawad in the living room. Daha sonra, are you and Jawad doing? What are you and Jawad doing? Are they? Deməli, are you watching a film? Siz film izləyirsiniz? No, we aren't. We are playing video games. What about that? Is he having a breakfast? No, he isn't. He is having a shower at the moment. Belə, bu tapşırığı da tamamladıq. Davam edirik. 41-də reading bölməsi bizi qarşılayır. Where do you see text like this? In a book, in a magazine, in a newspaper? What are the boys describing? What they are doing, what they are wearing? Deməli, bu suallara biz artıq reading etdikdən sonra qayıdıb cavab verə bilərik. Boys in different countries tell us what they are wearing. Oğlanlar, bizə müxtəlif ölkələrdən olan oğlanlar bizə deyəcək ki, onlar nələr geyinirlər. Gəlin baxaq. Daniel. So today I'm wearing my favorite clothes because I'm hanging out with my friends Bruno and Philippe. Daniel deyir, belə ki, bugün mən geyinmişəm mənim ən sevimli
libasımı, geyimimi. Çünki mən bugün öz dostlarım Bruno və Felipe ilə görüşəcəm. As you can see, I'm wearing a gray and blue t-shirt and some jeans. Sən də gördüyün kimi mən geyinmişəm boz və blue shirt, köynək və jeans. The jeans are old. Jeans köhnədir, amma they are okay, amma yaxşıdır. Right now, I'm listening to music and I'm very happy. Elə indicə mən musiqi dinləyirəm və mən çox xoşbəxtəm. Baxaq musiqi dinləyən hansıdır? Bəli, baxın budur. Deməli, bu üçüncü oğlan Daniel imiş. Gabriel, as you can see, sən gördüyün kimi, I am wearing a hat today. Mən bugün papaq geyinmişəm. I like hats. Mən papağı sevirəm, papaqları sevirəm, xoşlayıram. I have 8 or 9 in different colors. Mənim 8 ya da 9 fərqli rəngdə papağım var. This green hat is my favorite. Bu yaşıl papaq mənim sevimlimdir. I am wearing a coat because it's really cold. And I'm also wearing blue trousers and boots. I like my boots. Mən palto geyinmişəm çünki həqiqətən soyuqdur və mən həmçinin geyinmişəm mavi şalvar və çəkmələr. I like my boots. Mən çəkmələrimi sevirəm. Bu da baxın ikinci də olacaq. Gabriel. Aha. Louis birincidir. Oxuyaq. I'm wearing my brother's pink t-shirt and my favorite green shorts. Mən geymişəm qardaşımın çəhrayı qısa qol köynəyini və mənim sevimli yaşıl şortumu. I'm also wearing my new blue trainers. Mən həmçinin yeni mavi idman ayaqqabılarımı da geyinmişəm. I love trainers. İdman ayaqqabılarımı sevirəm. I wear them every day, but I hate boots. Mən onları hər gün geyinirəm, amma çəkmələrdən nifrət edirəm. Lucas, dördüncü də olacaq Lucas. I am wearing blue shorts and old white t-shirt and a hat. Mən bugün mavi şort geyinmişəm və köhnədir. Köhnə ağ t-shirt. Buna yazaq Lucas, boş qalmasın. T-shirt and a hat. Ve papaq. I am not wearing a coat or a jacket because it's summer and it's very warm. Mən bugün nə kot, yəni palto ya da ceket geyinməmişəm çünki yaydır və hava çox istidir. Oh, and I am wearing trainers because I am playing in the park. Və mən idman ayaqqabısı geyinmişəm çünki parkda oynayıram. Belə oxuduq, bitirdik. İndi isə gələk. Where do you see text like this? In a book, in a magazine, in a newspaper? Məncə bu bir maqazindir, yəni bir jurnalındır. Newspaper, qəzetin. Qəzetin. Əslində qəzetin də ola bilər. Bircə dəqiqə. Nəyə bənzəyir bu tekst? Dəqiqləşdirək. Amma nəzərə alsaq ki, belə bir şeylər newspaper, yəni qəzetdə veriləsi məzmunda bir şeylər deyil və tipik bir jurnal məzmunu olduğuna görə ən düzgün elə maqazindir. Daha sonra, what are the boys describing? What are they doing? Where they are? Onlar hardadılar? Onlar nə edirlər? Onlar nə geyiniblər? Yəni şəkildə olanların nə geyindiyi təsvir olunub. Daha sonra bu ikinci tapşırığı yerinə yetirdik. Oğlanların deməli nömrələrini, adlarını yazdıq. Keçirik 3-ə. Choose the correct person. Düzgün insanı seçin. Is wearing his favorite shorts. Öz favorite shortsunu geyinən kimdir? Gəlin baxaq. I am wearing grey blue, bu deyil. As you can nine. My favorite green shorts. Baxın, Louis. Louis öz sevimli. Bunu qoyublar. Görməmişəm. 2-yə baxırıq. Listening to music. Bu Gabriel, yox, Daniel. Daniel musiqiyə qulaq asırdı. Doesn't like boots. Bu olacaq Louis.
Çünki baxın burada deyir ki, nifrət eləyirəm bootslardan. Has got lots of hats. Çoxlu papağı olan, deməli, Gabriel idi. Bəli, baxın burada deyir ki, I have 8 or 9. Gabriela tik qoyuruq. Is wearing a white t-shirt. White t-shirt. White t-shirtdə Lucas geyinib. Lucas'a da... Mən bayaq Luis'e qoymuşam. Bircə dəqiqə. Mən bunu Luis'e qoymalıydım. Bunu isə Lucas'a. Çünki Luis hate eləyirdi. Nifrət eləyirdi butlardan. Daha sonra, are the sentences true or false? Cümlələr düzgündür yoxsa səhv? İkiyə baxırıq. Louis is wearing his brother's shorts. Louis öz qardaşının şortsunu geyinib. Baxaq. Shorts and my favorite green short. Xeyr, bu false-dur. Burada qardaşının geyindiyini demir Louis. Ona görə bunu false götürürük. Three boys are wearing hats. Bu da false-dur. Üç oğlan yoxsa deyil. Bir dəqiqə baxaq. Üç oğlan deyil, papaq geyinib. İkisi geyinib, üçü geyinməyib. Daha sonra Gabriel is playing in the park. Gabriel parkda oynayır. Gabriel hansıdır? Deməli. Because it is like, bu da false'dur. Çünki oynadığını demir. Bu da false. Daha sonra Louis trainers are old and blue. Louis'in ayaqqabıları köhnədir. Louis bir dəqiqə. Louis trainers are old and blue. Louis blue trainers. My new blue trainers. Mənim yeni ayaqqabılarımı geyinmişəm deyir. Amma burada old deyir, köhnə. Deməli bu da false-dur. Hamısı false oldu burada. Bir dənə də baxaq, dəqiqləşdirək, birdən səhv eləyərik. Bəli uşaqlar, bunu da yoxladıq. Artıq əminik ki, düz yazmışıq. Elədirsə, bugünlük də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.